Növbəti misal çəkəcəyimiz sahabə Əbu Talhə Zeyd ibn Səhl Əl-Ənsaridir radiyallahu anhu. Bu sahabənin İslam dinini necə qəbul etməsi çox maraqlıdır. Ənəs radiyallahu anh'ın atası Malik kafir olduğu halda vəfat etdikdən sonra Əbu Talhə Ənəsin anası Ummu Süleymə radiyallahu anh'a elçi düşür. Özü ilə də olduqca çox mehir gətirir. Ummu Süleym radiyallahu anh'a isə onun təklifini qəbul etməyib, deyir: mən müşrikə ərə gedə bilmərəm. Əbu Talhə məyus halda geri qayıdır. Qadının bu qədər mehirdən imtina etdiyinə inana bilmir. Ertəsi gün daha çox qızıl gümüş götürüb onun yanına gəlir. Ummu Süleym radiyallahu anh'a yenə etirazını bildirib: ey Əbu Talhə, heç bir qadın sənin kimi kişiyə yox deməz. Lakin sən kafirsən, mənsə müsəlman. Mənim sənə ərə getməyim halal deyildir. Gətirdiyin bu qızıl gümüş sənin üçün əziz olsa da, mənim bunlara ehtiyacım yoxdur. Əgər İslamı qəbul etsən, bu sənin mənə verdiyin ən gözəl mehr olar və mənə bundan başqa bir şey lazım deyil, deyir. Bu kəlmələr Əbu Talhənin qəlbinə yeridi. Allah ona hidayət verdi. Və o Ummu Süleymdən radiyallahu anh'dan soruşdu: İslamı qəbul etmək üçün nə etməliyəm? Ummu Süleym radiyallahu anh'a dedi: Rasulullah sallallahu aleyhi və səlləmin yanına get. Bundan sonra Əbu Talhə Rasulullah sallallahu aleyhi və səlləmin yanına getdi və Rasulullah sallallahu aleyhi və səlləm onu gördükdə yanındakı sahabələrinə dedi: Əbu Talhə yanınıza gəlir. İslam nuru onun iki gözü arasından işıq saçır. Peyğəmbər sallallahu aleyhi və səlləm onun artıq hidayətə gəldiyini bilirdi. Bu sahabə də o birlər kimi olduqca səxavətli insan olmuşdur. Rəvayət edilir ki, Ənəs ibn Malik radiyallahu anhu demişdir: Ənsar arasında ən böyük xurma bağları olan şəxs Əbu Talhə idi. Onun ən çox sevdiyi bağ isə məscidin qarşı tərəfində yerləşən Beyruhə bağı idi. Peyğəmbər sallallahu aleyhi və səlləm tez-tez o bağa gələr, oradakı dadlı sudan içərdi. Nəhayət uca Allahın Lən tənəlül birrə həttə tunfiqu mimmə tuhibbun və mə tunfiqu min şeyin fə innəlləhə bihi alim. Sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Siz nə xərcləsəniz, şübhəsiz ki, Allah onu bilir. Ayəsi nazil olduqdan sonra Əbu Talhə radiyallahu anhu Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəlib dedi: Ya Rasulullah, uca Allah buyurur, sevdiyiniz şeylərdən Allah yolunda xərcləməyincə xeyrə nail olmayacaqsınız. Mənim də ən çox sevdiyim mal Beyruhə bağımdır. Elə buna görə də onu Allah yolunda sədəqə verirəm və ümid edirəm ki, Allah yanında bunun əvəzini, bundan da xeyirlisini tapacağam. Götür onu, Allahın sənə məsləhət gördüyü işlərə sərf et, ya Rasulullah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu: Bəh, bəh, bu mal qazanc gətirəcək, mütləq qazanc gətirəcək. Sənin dediyini eşitdim, lakin məsləhət görürəm ki, bunu öz qohum əqrabana paylayasan. Əbu Talhə radiyallahu anhu belə də edərəm, ya Rasulullah, dedi, sonra da malını qohum əqrabasının və əmisi oğullarının arasında paylaşdırdı. Məhz Əbu Talhəyə hamıdan qabaq bu ayənin tələbini yerinə yetirmək nəsib olmuşdur. Kim nəyə can atırsa, Allah ona onu nəsib edir. Bu sahabənin üstünlüklərindən biri də budur ki, o, ağac altında Rasulullah sallallahu aleyhi və səlləmə beyyət etmiş 1400 sahabədən biri olmuşdur. Uca Allah məhz onları tərif edib buyurur: Ləqad radiyallahu anil müminə İz yubəyi'unəkə təhtəş-şəcərə fəalimə mə fi qulubihim fəənzələs-səkinətə aleyhim və əthəbəhum fəthən qaribə.
möminlər Hudeybiyyədə ağac altında sənə beyyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi. Onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Üstəlik, alacaqları çoxlu qənimətə də müvəffəq etdi. Allah qüdrətlidir, hikmət sahibidir. İndi təsəvvür edin, qardaşlar, təsəvvür edin ki, qiyamət gününə dək bu ayəni oxuyacaq müsəlmanların hamısı hər dəfə bu ayəyə yetişdikdə, Uca Allahın həmin ayədə kimləri qəsd etdiyini, kimlərdən razı qaldığını, kimlərə mənəvi rahatlıq nazil etdiyini, kimləri yaxın bir zəfərlə, yəni Məkkənin fəthi ilə mükafatlandırdığını düşünəcək və onlara rəhmət oxuyacaq. Adlarını çəkdikdə radiyallahu anhum deyəcəklər. Kim cürət edib deyə bilər ki, o 1400 nəfərdən kimsə bu beyətdən sonra dinindən dönmüş, Rasulullah sallallahu aleyhi və sələmin vəfatından sonra mürtəd olmuşdur. Biz Allaha and içirik ki, bu beyətdə iştirak etmiş sahabələrdən hər biri son nəfəsinədək Allaha və onun Rasuluna sallallahu aleyhi və səlləmə sadiq qalmış, mömin kimi yaşayıb, mömin kimi də bu dünyadan köçmüşdür. Və əgər kimsə müsəlman olduğunu, Allahı və onun Rasulunu sallallahu aleyhi və səlləmi sevdiyini iddia etdiyi halda sahabələrdən birinə dil uzadır. Onun mürtəd olduğunu, Allaha və onun Rasuluna sallallahu aleyhi və səlləmə xəyanət etdiyini iddia edirsə, qoy bircə dənə mötəbər hədis gətirsin. Və əgər bunu gətirə bilmirsə, onda iddiasının doğru olduğunu sübuta yetirmək üçün and etsin. Sonra desin, Allahın lənəti olsun yalan danışanlara. Bu beyyətdə iştirak edən möhtərəm sahabələr haqqında Peyğəmbər sallallahu aleyhi və səlləm demişdir. Ağac altında beyyət edən sahabələrimdən heç biri cəhənnəm oduna girməyəcək. Abu Talhə radiyallahu anhunun fəzilətindən danışan hədislərin birində Ənəs radiyallahu anhu demişdir. Uhud döyüşündə bəzi adamlar Peyğəmbər sallallahu aleyhi və səlləmi qoyub geri çəkildikdə Abu Talhə onun önündə dayanıb öz qalxanı ilə onu qorumuşdur. Abu Talhə olduqca sərrast ox atan idi. Bu döyüşdə Abu Talhə 2 ya 3 yay sındırmışdı. O vaxt kim əlində ox qabı ilə onların yanından keçirdisə, Peyğəmbər sallallahu aleyhi və səlləm ona ox qabını Abu Talhənin qabağına sər deyirdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Abu Talhənin arxasından boylanıb düşmənə baxmaq istəyəndə Abu Talhə ona deyirmiş: Ey Allahın Peyğəmbəri, atam anam sənə qurban, boylanma, yoxsa müşriklərin atdıqları ox sənə dəyər. Qoy mənim sinəm sənin üçün sipər olsun. Qoy mənə dəysin. Rasulullah sallallahu aleyhi və səlləm bu sahabəni tərifləyib demişdir. Abu Talhənin döyüşdəki səsi döyüşdə vuruşan 1000 kişidən daha xeyirlidir. Bu sahabənin əvvəli müşrik olsa da, axırda Allah ona gözəl aqibət, Allah yolunda şəhid olmağı nəsib etdi. İbrət naqis başlanğızda yox, kamil sonluqdadır. Abu Talhə radiyallahu anh Rasulullah sallallahu aleyhi və səlləmin vəfatından sonra ibadətlə məşğul olmuş, daim Quran oxumuş, nafilə namazları qılmış, ömrü boyu oruç tutmuş. Yalnız bayram günləri, yaxud səfərdə olduqda ya da xəstələndikdə orucunu açarmış. Nəhayət, Rasulullah sallallahu aleyhi və səlləmin vəfatından 40 il sonra Uca Allah ona şəhidliyi nəsib etmişdir.